Ünvan uşaqlar, bugün sizdən 53 ilə 53 və 54 tipli sualların izahını verəcəm. Deməli, bu suallarda uşaqlar bizdən bunların özünün düsturu olacaq. Sualları izah edəcək, düsturları yazdım. Muradın pulu Orxanın pulundan 40% azdır. Orxanın pulu Muradın pulundan neçə faiz çoxdur? İndi birinci bunların şeyini tapaq. Bayaq demişdik, biz keçən videolarımızda demişdik ki, bu faiz məsələlərin 100%-nə, 100x-nə hesablayın. Muradın pulu Orxanın pulundan 40% azdırsa, birinin pulu 100%-dir, o birisinin pulu 40%-sə 60%-dir. İndi uşaqlar, biz burada nə qarayacağıq? Belə bir düstur var ki, oxuyaq axı kimi Orxanın pulu Muradın pulundan neçə faiz çoxdur. Demək, düstur belədir. Əgər kiminsə pulundan çoxdur deyirsə, biz böyük ədəddən çıxırıq kiçik ədədi, bölürük kiçik ədədə, vururuq 100-ə. Deməli, indi bu düsturuna səbilək. Böyük ədədimiz 100-dür. Deməli, böyük ədədimiz 100-dür. Kiçik ədədimiz də 60-dır. Deməli, kiçik ədədimiz 60-dır. 100-dən 60 çıxıram eləyir 40. O birisimiz də 60 idi. 60-dan 40-da çıxar eləyirəm, gedir 3-də 2 vurulsun 100-ə. Demək, 3-də 2 vurulsun 100-ə. İndi bu deyir 3-də 200. Çünki 2-ni 100-ə vuranda axı 200 edir. İndi bunu da böləndə edir 66 tam 3'də 2. Deməli 53'ün cavabı oldu 66 tam 3'də 2. Bir dəqiqə indirilov. Evet, deməli indi buradan deməli cavabı yazaq 66 tam 3'də 2. Keçək indi 54'ə. Ayaqqabı çönəkdən 10% bahadır. Demək, onda ayaqqabı 100%, çönək isə 110%'dir. Çaşdım. Ayaqqabı çönəkdən 10% bahadırsa, bu ayaqqabı 110%'dir. Çönək 100%. Sonra bahadır. Çönək ayaqqabından neçə faiz ucuzdur? İndi bizdən ucuzluq istəyirsə, düsturu belədir. Böyük ədəd çıxılsın kiçik ədəd, bölünsün böyük ədəd. Bu dəfə demək 53'də kiçik ədəd idi, amma indi böyük ədəddir. Yenə vururuq 100'ə. Demək, burada təkcə dəyişən oldu böyük ədəd. Demək, ucuzdur istəyəndə böyük ədəddir bölük. Böyükdən kiçiyi çıxıb, böyüyə bölük. Amma bahadır istəyəndə biz böyük ədəddən kiçik ədədə çıxıb, təzədən kiçiyə bölüb 100'ə vururuq. İndi keçək, bu düsturumuzu həll edək. İndi demək, böyük ədədimiz 110'dur, kiçik ədədimiz 100'dür. Böyük ədədimiz təzədən 110'dur. İndi bunu yazaq. Demək, 10'da 110 vurulsun 100. İndi sıfırdan bu sıfırı atırıq. İndi demək, biri vururuq 100'ə eləyir 11'də 100, 11'də 100. Ondan sonra 100'ü də 11'ə böləndə eləyir. Demək, 54'ün cavabı 9 tam 11'də 9, 11'dən 99, 100'dən 99 tam da 1. Demək, cavabımız oldu 9 tam 11'də 1. Sağ olun, salamat qalın.